Salam, vaxtınız xeyir olsun. 19 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 90-cı günü. Məhərrəmlik ayının 4-cü gündür. Məhərrəmlik ayında deməli ilk həftə olaraq demək ki 5-ci cümə günüdür. Hər birimiz üçün cümə mübarək olsun. Cümə ibadətlərimiz qəbul olunsun. Günümüzün qalan hissəsi də gözəl ağla keçmiş olsun. Bununla yanaşı 19 iyun günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olanlar, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, sülh əmin-amanlıqlı, firavanlıqlı, qulaq dinciliyi olan, gözəl xəbərlərlə zəngin olan bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı 19 iyun günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zihin açıqlığı, iş abadlığı, yol açıqlığı arzu edirəm. Və eləcə də qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 19 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 19 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini, Azərbaycan ordusunu ümumilikdə salamlayıram. Cümələr mübarək olsun deyirəm. Can sağlıqlı, gözəl, xoş xəbərlərlə zəngin dolu olan, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 19 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 19 iyun günündə də tarixi günlər vardır. 19 iyun günündə baş verən tarixi günlər bunlardır. 19 iyun 1762-ci ildə Rusiya İmperiyası Prusiya ilə sülh müqaviləsi imzaladığı gündür. 19 iyun 1862-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi Amerika Birləşmiş Ştatlarında qul saxlamağı qadağan etdiyi gündür. 19 iyun 1910-cu ildə ilk Atalar Günü Vaşinqtonda qeyd edilməyə başladığı gündür. Bununla yanaşı 19 iyun 1912-ci ildə Amerika Birləşmiş Ştatlarında 8 saatlıq iş rejimi tətbiq olunmağa başladığı gündür. 19 iyun 1956-cı ildə Marilyn Monroe və Arthur Miller'in evləndikləri gündür. 19 iyun 1961-ci ildə Küveyt Britaniyadan müstəqillik aldığı gündür. 19 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Avstraliya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.